Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir. Dekabrın 10-da Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev 65 nömrəli tam orta məktəbdə Zığ qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə rayon icra hakimiyyətinin başçısının müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək, ölkəmizdə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən bəhs edib. Bildirib ki, son illər ərzində icra olunan geniş miqyaslı sosial layihələr və dövlət proqramları əhalinin rifah halının yaxşılaşdırılmasına, sosial təminatın gücləndirilməsinə və vətəndaşların həyat şəraitinin yüksəldilməsinə xidmət edir. Səyyar görüş zamanı Zığ qəsəbə sakinləri müxtəlif məsələlərlə bağlı müraciətlərini və təkliflərini səsləndiriblər. Qaldırılan problemlərdən araşdırma tələb edən məsələlərlə bağlı aidiyyatı qurumlara konkret tapşırıqlar verilib və nəzarətə götürülüb.